kişilərin xəyanət etməsinə necə baxırsınız? Qəşəng. Salam Bakı Medianın dəyərli izləyicilər. Bu gün gördüyünüz kimi Bakı Medianın əməkdaşları ilə birlikdə bulvar ərazisində çəkilişlərimizə davam etdiririk. Bugünkü mövzumuzun sualı belə olacaq dostlar. Kişilərin xəyanət etməsinə necə baxırsınız? Salam, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir olsun. Bakı Medianın müxbiri Fuad Quzadır. Bugünkü mövzumuz kişilərin xəyanət etməsinə necə baxırsınız? Əlbəttə ki, çox pis. Səbəb? Hər halda adı üstündə xəyanət. Kim ona yaxşı baxa bilər? Hələ əks cinsdən soruşursunuzsa. Şükürlər olsun, sonsuz şükürlər olsun. Bu şeyin dadını bilmirəm. Allah da yaşatmasın və yaşayanlara da səbir diləyirəm və düşünürəm ki, bir dəfədən həmişə edər. Öz təşəkkürlərimi bildirirəm. Xoşdur. Sağ olun. Salam, hər vaxtınız xeyir, necəsiniz? Salam, sağ olun, siz necəsiniz? Allah köməyiniz olsun. Bakı Medianın müxbiri Fuad Quzadır. Bugünkü mövzumuz belə ki, kişilərin xəyanət etməsinə necə baxırsınız? Kişilərin xəyanət etməsinə ümumiyyətcə həm qadınların, həm də kişilərin xəyanət etməsinə mən normal baxmıram. Əgər münasibət varsa hər ikisi arasında, xəyanətə ümumiyyətcə normal baxmıram. Təşəkkürlərimi bildirirəm. Siz sağ olun. Salam, hər vaxtınız xeyir. Salam. Bakı Medianın müxbiri Fuad Quzadır. Bugünkü mövzumuz belədir ki, kişilərin xəyanət etməsinə necə baxırsınız? Yəni əlbəttə ki, hər xanım kimi düzgün baxmıram. Yəni bu mövzuya. Öz təşəkkürlərimi bildirirəm. Çox sağ olun. Salam, hər vaxtınız. Salam, necəsiz? Sağ olun, Allah köməsiz, necəsiz? Bakı Medianın müxbiri Fuad Quzadır. Bugünkü mövzumuz belə ki, kişilərin xəyanətinə necə baxırsınız? Mən yaxşı baxıram, prosta nəyə görə səbəb olub, ona görə yaxşı eləyib boşanıb. O cür xəyanətə baxıram. Məsələn, harda? Harda indi baxır da indi məsəl üçün pis hərəkət eləyibsə, elə yaxşı eləyib boşanır. Öz təşəkkürlər. Yaxşı baxıram. Öpürəm, var olasınız. Çox sağ olun. Salam, hər vaxtınız xeyir. Salam. Bakı Medianın müxbiri Fuad Quzadır. Bugünkü mövzumuz belədir ki, kişilərin xəyanət etməsinə necə baxırsınız? Pis. Heç də yaxşı qarşılamırıq. Niyə? Kişi ailəsinə hörmətlə yanaşmalıdır. Çox öz təşəkkürlər. Salam, hər vaxtınız xeyir. Salam əleykum. Bakı Medianın müxbiri Fuad Quzadır. Bugünkü mövzumuz belədir ki, kişilərin xəyanət etməsinə necə baxırsınız? Qəşəng. Qəşəng sualdır. Niyə? Kişi də ürək istəyir, gəzir, ürək istəyir. Nə bilim, çox şey eləyir. Öz təşəkkürlərimi. Sağ olun. Hər vaxtınız xeyir. Bakı Medianın müxbiri Fuad Quzadır. Bugünkü mövzumuz bulvarda keçirdirik. Mövzumuzun adı belədir. Kişilərin xəyanət etməsinə necə baxırsınız? Pis baxıram, yəni iki cinsin də ikisinin də xəyanəti pisdir və belə bir şey olmamalı. Əgər iki insan bir-birini sevirsə, ona xəyanət etməməli. Əgər edirsə də, o zaman bu ortada bir sevgi yoxdur. Öz təşəkkürlərimi bildirirəm. Çox sağ olun. Salam, hər vaxtınız xeyir olsun. Vaxtınız xeyir olsun. Bakı Medianın müxbiri Fuad Quzadır. Necəsiniz? Təşəkkür edirəm, çox sağ olun. Bugünkü mövzumuz bulvar ərazisində sorğu-sual keçirdirik. Mövzumuzun sorğunun adı belədir ki, kişilərin xəyanət etməsinə necə baxırsınız? Kişilərin xəyanəti. Ümumiyyətlə, xəyanət sözünün mənası dərindir. Ancaq kişilərin xəyanət deyəndə ki, yəni ən çox kişilər xəyanət görsə bu dostluğa aiddir, yoldaşlığa aiddir. Onda da belə deyir də, şeylə cavab versəm olar, deyir Allahın verdiyi ömrünü mərd yaşa, məhəbbətin olsun, dosta yollaşa. Seç dostlarını sən diqqətlə bir az, sənə dosyanın hamısı dost olmaz. Düşəndə çətinə qalanda yalnız, çatmaz harayla namərd, vəfasız. O cür insanlarda nə küs nə qına, sən dostu sən də əməldəsinə. Məndən bu qədər. Öz təşəkkürlərimi bildirirəm. Buyurun. Salam, hər vaxtınız necəsiniz? Hər vaxtınız xeyir. Bakı Medianın müxbiri Fuad Quzadır. Bugünkü mövzumuz belədir ki, kişilərin xəyanətinə necə baxırsınız? Mən super. Qəşəng. Səbəb? Səbəb odur ki, o heç zaman. Yəni çox maraqlı bir şeydir. Öz təşəkkürlərimi bildirirəm. Sağ ol. Salam, hər vaxtınız. Salam, hər vaxtınız xeyir. Bakı Medianın müxbiri Fuad Quzadır. Bugünkü mövzumuz şəhərdə sorğu-sual keçirdik ki, kişilərin xəyanət etməsinə necə baxırsınız? Kişi xəyanət eləməz də. Kişi xəyanət etməz. Niyə? Səbəb? Səbəb ki, sevən insan niyə xəyanət eləsin ki? O insanın özündən asılıdır da. Bəs siz xəyanət etmisiniz, nə var? Olub ki, xəyanət eləyim. Salam, hər vaxtınız xeyir, necəsiniz? Bakı Medianın müxbiri Fuad Quzadır. Bugünkü mövzumuz bulvarda keçirdiyimiz sorğu-sualdır. Mövzumuzun adı belədir. Kişilərin xəyanət etməsinə necə baxırsınız? Təbii ki, normal baxmırıq. Normal bir hərəkət deyil və İslamda, şəriətdə bu
bəyənilmir. Peyğəmbər sallallahu əleyhi və səlləm necə buyurur, qardaş, Quranda buyurulub ki, haramdır. Yəni yaxşı bəyənmir, yəni ki, normal qəbul eləmir, olmaz. Öz təşəkkürlərimi bildirirəm. Sağ olun. Buyurun. Здравствуйте, добрый день. Назим Джафаров из канала БТВ. Как вы смотрите на предательство мужчин? Я к этому отношусь отрицательно. Вообще рассматриваю эту тему как болезнь. Потому что если ты поженился, вышел замуж, то же самое относится к женщинам. Но здесь есть такой нюанс. Предательство зависит не только от... Вы имеете право любимых женщин и мужчин, но здесь есть предательство мужчин. То есть ваш друг предает вас. Вы поняли? И в этом смысле, как вы думаете? В этом смысле нужно сесть с этим другом, пообщаться, все рассмотреть, все оценить и прийти к одному выводу. Спасибо большое. Все, до свидания. Bəli, hörmətli izləyicilər, bugünkü mövzumuzun sualı başa çatdı. Hər birinizə ayrı-ayrı öz təşəkkürlərimi bildirirəm. Aşağıdan çıxan sosial şəbəkələrimizə, YouTube, TikTok, Instagram səhifələrimizə abunə olmağı unutmayın. İnşallah növbəti videolarda görüşənədək hələlik.